Dostlar, deməli Gəncədəyim Xəncəl evində dostumun bir obyekti var, Ələsgər. Gəncələrin bir dənə sözü var, haqq üçünə. Mən yeyib haqq üçünə deyəcəm bunun dadı nətərdir. Mənim ağız damıma uyğun yoxsa yox. Və təbii ki, əsas məsələ Xəncəldir. İndi bilmirəm Xəncəldən sonra bax. Adca duz. Duz bomba. Tamam, güzel. Bu bir de yiyeyim. Odur. Mən xəncəl yeyən kimi sizə əminliklə deyirəm ki, odur. Haqq üçünə bu yaxşıdır. Bir də budur. Kürdü xəncəlin yemək qaydasına görə görün bu nətər olacaq. Yaxşı, qəşəng, bu superdir ha. Bu superdir. Yox, bu superdir, səni haqq üçünə bu çox gözəldir. Mən sizə deyim, o ketçupdur nədir, acıq ona ehtiyac yoxdur. Bunun tadı superdir. Malades Ələsgər. Ona görə adın çıxır, sən Kral Ələsgər. Mənim videomdan, fasonundan aydındır ki, mən o qədər yeyib içən deyiləm, amma dadda yemək variant yox deyəsən, keçənmirsən. Kasıb kimi çörəyi də ağzıma o qədər soxurum. Bir ətinə bax. Möhtəşəm. Turşusu da acılıdır. Çox qəşəng. Haqq üçünə deyim, Ələsgər, həqqi 5. Çox gözəl. Bu möhtəşəm. Buna indi darışacaq.